dayanın, keçməyin. Bir 5 dəqiqənizi mənə ayırın. İndi mövzumuz Xocalı soyqırımıdır. Və buna əsasən düz Xocalı soyqırımı dünən idi. Mən də peşmanam ki, heç bir Azərbaycanlı buna baxmadı, bu barədə bir şey yazmadı. Şəxsən mən gördüyüm YouTube'da yazmadı. Hətta mən də yazamadım. Buna görə özüm də peşmanam. Və belə deyim də sizə, türklər belə günləri heç unutmur, alır. Bəs Azərbaycanlılar yanmır, biz belə xalq deyilik axı. Allah da yanımızdan çıxmasın da. Axı bu dövlətin yaranmasında ölən şəhidlərin böyük rolu var. Onlar olmasa heç bu dünyada heç bizim, mən, sən, o deyə bir şey olmayacaqdı. Hətta Azərbaycan ağası belə görülməyəcəkdi. Xahiş edirəm belə şeylər yaddan çıxmasın. Xahiş edirəm.